Bu həm kompakt, qənaətçil, şəhər krossoveridir, hər anda yolsuzluğa hazır olan yolsuzluq avtomobilidir. Askısı olduqca yumşaqdır. Adətən pnevma askısı olmayan avtomobillər biraz sərt olur. Həmçinin klirens buna dəlalət edir ki, avtomobilin klirensi yüksəldikcə yumşaqlığı da itir. Amma burada çox maraqlı bir yumşaq avtomobil qurulub. Sükan idarə etməsi ümumiyyətlə avtomobilin sürücüsünün əsas iş yerindən görüntü olduqca yaxşıdır. Avtomobilin ətrafında nə baş verirsə hamısını rahat şəkildə görə bilirsiniz. Hal-hazırda bir trampolin üzərindən keçirik. Çox yumşaq da reaksiya verir avtomobil bu qədər klirensi olmağına baxmayaraq. Parking radarlar, 360 dərəcəli kamera avtomobili həm şəhər şəraitində, həm də yolsuzluqda rahat şəkildə idarə etməyə sizə dəstək olacaq. Peugeot 30 modeli kimlərin seçimi ola bilər? Gənclərin, gənc ailələrin, kiçik yaşlı uşaqları olan ailələrin, ümumiyyətlə avtomobilin arxa oturacaqları olduqca genişdir. Uşaq oturacaqları üçün izofikslər yerləşdirilib, geniş baqaj həcmi var. Yük daşımaq üçün, yəni ağır baqajlarınız varsa rahat şəkildə bu avtomobillə səyahət edə bilərsiniz və ən əsası da bu səyahət sizə çox ucuza başa gələcək, çünki avtomobil olduqca qənaətçildir. Sürətlənməni kiçik yoxlayaq. 409 at gücü kifayət qədər avtomobilə dinamika verir. Sözümün əvvəlində demişdim ki,